Bizdə bilirsiniz də çörək duzu yığışdırılmamış əvvəl durmazdılar ayağa. Deyərlər qoy çörək duzu yığışdırılsın məclisdən sonra durur. İndi məsələn biz deyirik ki, yiyənlərə aid deyil. Kimlər ki yiyib qurtarıb, dua verib getmək istəyən ixtiyar sahibidir də. Bir dəfə bizdə kənddə oldu, bir cavan oğlan tələsirdi işə. İndi mən fikir verirəm cəmaata, görürəm buna zəng gəlir, bir də mühüm bir yerdən gəlir də, bu da tələsir. Məni işarə elədi ki, yəni mən gedə bilərəm. Elə dedim, rahat çıx get, işarə ilə. Bu durub getmək istəyəndə də adlarını çəkməyəcək, bir 3 dənə saçı saqqala varmış adam qışqırdı ki, otur aşağı. Bu həm pərt oldu, həm də özünü itirib də. Gördüm, bunu utandırdılar. Mən də elə şeylər götürmürəm. Nəsə, qayıtdım ağsaqqallara dedim ki, siz o cavanı niyə utandırdınız cəmaat içində? Qoy durub çıxıb gedər, bəlkə 5 dəqiqə işə gecikirsə elə balalara az qalacaq. Dedi, yox, Hacı, sən bizdən yaxşı bilirsən ki, düz çörək yığışdırılmamış ayağa durmaq olmaz. Nəsə, duanı verdim, hamı gedəndən sonra dedim, bir dənə sizdən öyrənəcəyim şey var, bir kiçiyimiz kimi. Dedim, niyə olmaz? Dedi, çörəyə hörmət istəyirdi, duza hörmət istəyirdi. Dedim, necə olur, gedib araq olan südə çörəyə qoyursuz, çörəyə hörmət istəyə olmur. Duz qoyursuz, duza hörmət istəyə olmur. Üzr istəyirəm, çörəyin arasında donuz ətini qoyub yiyirsiniz, hörmət istəyə olmur, kalbasanı, sasqanı. Bir dənə yasdan yasa yadınıza düşür ki, çörəyə hörmət lazımdır. Hər yerdə eləyək də çörəyə hörmət. İndi bir-birimizin hər yerdə hörmətini saxlayaq. Nəyin ki, yasdan yasa, nəyin ki, toydan toya. Adam var ki, and ol Allaha, qohum əqrabası ilə, ən yaxın qan qohumu ilə yaz toy olmasa bir-birlərini axtarmayacaq.